President of the Republic of Azerbaijan Ilham Aliyev visited Guzay Kerman village in the Kocaman district on July 11th. The head of state was briefed on the restoration of individual houses and infrastructure in the villages of Guzay Kerman and Gunay Kerman. President Ilham Aliyev then met with residents who had returned to both villages. Emin Husanov, special representative of the President of the Republic of Azerbaijan in the Agdam, Fuzuli, and Kocaman districts, briefed the head of state on the completed social infrastructure projects in the Guzay Kerman and Gunay Kerman villages. Gunay Kerman village is part of the administrative territorial unit of the same name in the Kocaman district. The village was occupied by Armenian armed forces in 1992 and was liberated in 2023 as a result of the anti-terror measures. Before the occupation, residents were mainly engaged in livestock breeding, viticulture, and farming. The village had 2 schools, a kindergarten, a hospital, a cultural center, a club, a library, a sports complex, a bakery, and a communications office. The village has a total of 549 individual houses. Of these, 170 are beyond repair, while 379 can be restored. 50 houses are ready for occupancy, while restoration works are continuing in 147 houses. Preparatory works are underway for the restoration of another 182 houses. A few days ago, 18 families comprising 72 people returned to the village. A number of social infrastructure projects have been implemented in the village. A new gas pipeline has been laid. The existing gas line has been repaired. Pump equipment has been installed in sub-artesian wells, and construction of the pumping station is ongoing. The internal water supply network has been reconstructed, and a fiber optic cable has been laid. Guzay Kerman village is part of the administrative territorial unit of the same name in the Kocaman district. The village was occupied in 1992 and was liberated as a result of the anti-terror measures carried out by the Azerbaijani armed forces in 2023. Before the occupation, residents were engaged in viticulture, grain cultivation, and livestock breeding. The village had a secondary school, kindergartens, a club, and a library. There are 447 individual houses in Guzay Kerman village. Of these, 65 are beyond repair, while 382 can be restored. Restoration works are underway in 244 houses, 100 of which are already ready for occupancy. Work on the remaining 144 houses will be completed in the coming months. Preparatory works are also underway for the restoration of the remaining 138 houses. A few days ago, in the initial stage, 21 families comprising 87 people returned to the village. A number of social infrastructure projects have been implemented in the village. New gas lines have been laid, the existing gas line has been restored, sub-artesian wells have been equipped with pumping equipment, and the water supply network and pumping station have been reconstructed. Existing transformer substations, overhead power lines, and the internal electricity distribution network have been restored, and a fiber optic cable line has been laid. In addition, the 460-seat Guzay Kerman Village Secondary School and the 40-seat nursery kindergarten have been renovated. Public catering facilities have also been put into operation in the village. Afterward, the head of state visited the home of village resident Isa Gazalov and had a conversation with him. Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qaydanda hamımız üçün bayramdır. Bütün Azərbaycan xalqı üçün bayramdır. İndi belə ay olmur ki, qrup şəklində keçmiş köçkünlər öz doğma torpaqlarına qayıtmasın. Elə olur ki, hər həftə, hər ay, hər gün və bundan sonra bu proses daha geniş vüsət olacaq. Çünki bildiyiniz kimi, İkinci Qarabağ müharibəsindən sonra birinci mərhələdə bu minalardan gərək o torpaqları təmizləyəydik, hələ davam edir bu işlər. Ondan sonra erməni millətçiləri, işğalçılar bütün torpaqlarımızı viran qoymuşdu. Heç nə yox idi, daş üstə qalmamışdı. Gərək lazım olan şəraiti yaradaydı, elektrik olsun, su, qaz, yollar. Ondan sonra evlərin tikintisi, evlərin bərpası. İndi ki, əsas bu yol, nəqliyyat, körpü, qaz, işıq məsələləri öz həllini tapır. İndi keçmiş köçkünlərin qayıdışı da sürətlə gedəcək. Və əlbəttə ki, bu ərazilər Xocavənd rayonunun böyük hissəsi İkinci Qarabağ müharibəsindən sonra hələ də işğal altındaydı. O cümlədən bu kəndlər. Ancaq bilirəm ki, siz də bilirdiniz, biz də bilirdik ki, bu belə qalmayacaq
və hər qarış torpaq Azərbaycana qayıdacaq, onları biz qaytaracağıq və qaytardıq. Son 5-6 il ərzində xalqımız qürur hissi ilə yaşayır. Haqlı olaraq biz göstərdik bütün dünyaya ki, böyük xalqıq. Öz dədə-baba ənənələrinə sadiqik. Baxmayaraq ki, uzun illər torpaqlarımız işğal altındaydı. İnsanlarımızın böyük hissəsi qaçqın köçkün şəraitində yaşayırdı. Ancaq biz iradəmizi sındırmadıq, inanırdıq və nəinki inanırdıq, bilirdik ki, gün gələcək və biz bu torpaqlara, torpaqların sahibləri kimi qayıdacağıq. Buna nail olmaq üçün əlbəttə ki, bütün xalq birləşməli idi və birləşdi də. Və 2-ci Qarabağ müharibəsi bunu əyani şəkildə bütün dünyaya göstərdi. Bu birlik uzun illər ölkəmizi gücləndirirdi və addım-addım hər gün biz bu şanlı qələbəyə doğru irəliləyirdik. Hərə öz yerində kimi təsərrüfat işləri ilə məşğul idi, kimi ordu quruculuğu ilə, kimi uşaqları böyüdürdü, vətənpərvəri ruhunda. Hərə öz yerində bu tarixi günü yaxınlaşdırırdı. Və şəhidlərimizin ruhu qarşısında bugün biz yenə də özümüzə və xalqımıza, dövlətimizə and içməliyik ki, istənilən halda biz öz milli ləyaqətimizi qoruyacağıq. Bundan sonra heç kim, heç vaxt bizim xalqımıza zərər vurmayacaq. Dövlətimiz güclüdür, ordumuz güclüdür, iradəmiz yerindədir. Və 2-ci Qarabağ müharibəsi və ondan 3 il sonra antiterror əməliyyatı bir də deyirəm, göstərdi bütün dünyaya xalqımız nəyə qadirdir. Azərbaycan dövləti və xalqı qədər son 80 il ərzində heç bir dövlət, heç bir xalq buna oxşar qələbə qazanmamışdır. Özü də cəmi 44 gün ərzində. İndi dünyada gedən hadisələri hamımız izləyirik. Əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində münaqişələr, müharibələr alovlanır, dayanmır, davam edir. Və bu müharibələrin gedişatına da baxdıqda hər şey göz qabağındadır. Və hər şey müqayisə ilə ölçülür. Və müqayisə edən də bir də görürük ki, 44 gün ərzində belə çətin relyefi nəzərə alaraq, düşmənin 7 müdafiə xəttini nəzərə alaraq, nəzərə alsaq ki, Ermənistan arxasında böyük dövlətlər dayanmışdır. Və bu 44 gün ərzində bizə təzyiqlər, hədələr, təhdidlərlə dolu siqnallar göndərmişdir. Bütün bunlara rəğmən, bunlara baxmayaraq biz istədiyimizə nail olduq. Çünki haqq, ədalət bizim tərəfimizdə idi, güclü iradə bizdə idi və Azərbaycan xalqı birləşmişdir. Bax, 44 gün ərzində bir nəfər belə olsun, döyüş meydanını tərk eləmədi. Amma ermənilər özləri etiraf edirlər, özü yüksək səviyyədə ki, 11-12 min onların fərarisi olmuşdur. Yəni, xalqımızın böyüklüyü budur. Bizim gənclər, yəni, o müdafiə xətlərini yarmaq üçün sinələrini qabağa verir. Heç düşünmürlər ki, sağ qalacaqlar, qalmayacaqlar. Bir də deyirəm, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bax, onları irəliyə aparan milli ruh idi, ləyaqət idi. Qarabağı işğalçılardan azad edənlərin mütləq əksəriyyəti bu torpaqları heç vaxt görmürdülər. Dünyaya gözlərini açanda artıq bu torpaqlar işğal altındaydı. Ancaq cəmiyyətdə və xalqımızda Qarabağ ağrısı o qədər ağır idi. Bu yaramız o qədər bizi incidirdi ki, hər bir vətənpərvər insan bir amalla yaşayırdı ki, bizim qələbəmizə öz töhfəsini versin.
Və bugün artıq şanlı zəfərimizdən təxminən 6 il keçəndən sonra biz bu torpaqları, bu əraziləri bərpa edirik. Ermənistan dövləti bizim torpaqlarımızı talan edib, viran qoyub, biz isə qurub yaradırıq. Şəhərlər, kəndlər dirçəlir və hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və bu gözəl inkişafı görəndə əlbəttə ki, ürəyim sevinir və bir də əmin oluram ki, nə qədər biz böyük xalqıq, qurub yaradan xalqıq. Və bu torpaqların sahibləri bizik, bütün dünya bunu artıq nəinki bilir, hətta qəbul edir. Bəziləri istəməsələr belə bunu qəbul etməyə məcburdurlar, çünki biz öz həqiqətlərimizi onlara qəbul elətdirmişik. Və bugün azad edilmiş torpaqlarda 90 mindən çox insan yaşayır, çalışır, təhsil alır və hər ay onların sayı artır və artacaq. Sizin üçün də dövlət gözəl evlər tikib, bərpa edib, bütün şərait burada var. Təbiəti gözəl, havası təmiz, suyu bol, torpağı münbit. Sadəcə can sağlığı sizə arzulayıram ki, xoşbaxt yaşayasınız, dərd-bəla olmasın bundan sonra, uşaqları yaxşı böyüdəsiz, vətənpərvərlik ruhunda və Azərbaycan xalqına, dövlətinə, ürəyində sevgi ilə böyüsünlər və lazım olanda, inanıram ki, daha lazım olmayacaq, amma lazım olanda hamı bilməlidir ki, dəmir yumruq yerindədir və yerində olur. Çəkdirək. Allah sen Çok sağ olun. Allah'ın nazarı üstünde olsun. Sağ olun. Size can sağ olun. Uzun ömür. Çok sağ ol. Allah Çok sağ olun. Sağ olun. Sağ olun.